Qarabağ Universitetində bu ildən biznes idarə edilməsi ixtisası açılacaq və tədris dili ingiliscə həyata keçiriləcək. Yeni bir ixtisas olduğuna görə biz istəyirik ki, həqiqətən bu ixtisas tam müasir səviyyədə təşkil edilsin və müasir səviyyədə tədris edilsin. Buna görə də biz Böyük Britaniya Exeter Universiteti ilə fəaliyyət göstərən iki professorla əməkdaşlığa başlamışıq və son bir neçə müddətdir ki, onlarla birlikdə çalışırıq ki, bu yeni açılmış tədris ixtisasın biznes idarə edilməsinin tədris proqramlarını quraq. I'm a senior lecturer and director of education at University of Exeter Business School, United Kingdom. We are here at Qarabağ University consulting on the new business and management curriculum, which is developed, which embeds AI, data analytics, and all contemporary modules which are relevant to the current industry. Hi, my name is Mohammed Kamal. I'm a professor of operations and analytics in the University of Exeter Business School, UK. I've come here to help the business school faculty to support and develop their BSc Business Management program and see how we can incorporate AI and analytics into the program. If you want to move beyond Azerbaijan, you have to make the course more modern. And if you want to attract international students, you have to make it more modern. And that is what we are here to support the team and enhance the program.